Sən oğru, müharibə qəhrəmanı, müharibə veteranı. Dilimizdə bu vəziyyətə uyğun çox möhtəşəm bir fraza var. Desəm öldürərlər, deməsəm ölürəm. Amma məncə deyib ölmək daha fərzdir. Xüsusən bu məsələ haqqında ilk növbədə danışacaq şəxslərdən biri mən özüməm. Bir yandan həm müəllim olaraq, bir yandan da kadrda da qeyd edildiyi kimi torpağı alan və 80 manata rəvac olunan şəxs olaraq. Bizdə müəllim artıq o vəziyyətə salıblar ki, müəllim sadəcə başın salıb aşağı yaşayan bir sürü psixologiyalı fərd olmalıdır. Amma halbuki bu məsələlərdən ilk növbədə müəllim bəhs etməlidir. Çünki müəllim cəmiyyətin intellektual tərbiyəçisidir və əgər intellektual siyasətə qoşulmursa, siyasi cəhətdən maarifləndirmə işi aparmırsa, o zaman o ziyalı ola bilməz. O ki qaldı 80 manat məqamına. Bəzən ən yaxın dostlarım belə mənlə məzələnirlər ki, adi bakalavr tələbəsinin aldığı adi təqaüd belə sənin bir aylıq imtiyazından çoxdur. Bu fakta heç olmaya birtər dözmək olar, amma xatırladıqca həftadımı yandıran daha başqa ciddi bir fakt var. Təbir edim, bədənini satan fahişənin 1 saatlıq qazandığı məvacib mənim 1 ayımdan çoxdur. Yəni bir gün yox ha, 1 saatı. Bunu da gəlmişkən bir dostun təcrübəsinə əsasən deyirəm. Söz yox, indi onlar da əziyyət çəkir, alın təri ilə qazanırlar, amma arada çox böyük uçurum var da. Yəni bir gündə yox, 1 saat. Bir də bəzən belə tiplər də olur ki, əşya ana bacı üçün döyüşmüsünüz də vətən uğrunda, nə bilim, qarşılıqsız filan. Ki, fədakarlıq o demək deyil. Sən, yəni ümumiyyətlə heç yemək yem onda, çay içməginə ki, mən vətən uğrunda çalışıram. Yəni vətən uğrunda elə heç nə yox, orada gedib olmaq özü bəs edir, amma bunun qarşılığı verilməlidir axı. Yəni insan bioloji varlıqdır. Hava ilə müqdalanmalıdır. Deyir, öz haqqında heç danışmamaqda ən böyük ikiyüzlüydüm. Öz ixtisasımdan götürüm, mən fədakar müəlliməm. Heç nə yox, elə öz regionumda mənim yerimə başqası olsaydı, bəlkə də qaz vurub qazan doldurardı. Sadəcə standart kütlə psixologiyasına uyğunlaşsaydı, onların istədikləri kimi olsaydı, standart görmüşdü, hamı kimi yaşayan. Amma məsələ budur ki, müəllim belə olmamalıdır. Mənim yəni beynimdəki müəllim, örnək müəllim görünüşcə yox, əqidəcə, ağza duruqlu olması baxımında örnək olmalıdır. Yəni mən ən primitiv görünüş azadlığıma malik olmayandan sonra digər şeylərdə necə örnək ola bilərəm? Ayrıca bugün məktəblər sivil yox, hərbi üsulla idarə olunur və nəticədə də adamı hər şeydən, təhsildən, müəllimlikdən də soyudurlar. Məhz bu tip mənəvi zorakılıqlara görə mən artıq ixtisasın daşını atmaq fikrindəyəm. Müəllimliyim yox, ömür boyu müəllim olaraq davam edəcəm. Çünki müəllim nədir? Öyrədən. Mən öyrətməyi sevirəm. Beynimdə olan o bilgiləri bölüşməyi hər zaman sevirəm. Çünki bilgi bölüşülməlidir. Onun ixtisasıya əhəmiyyət ola bilməz. Həmçinin öyrədərək öyrənmə prinsipi, yəni müəllim də daim öyrənməlidir. Ayrıca şagirdlərim özündən belə çox şey öyrənmişəm. Uzun sözün qısası, nə bir müəllim olaraq, nə də veteran kimi bir dəyər görmürəm. Nə cəmiyyətdən, nə də dövlətdən.